Çevrənin davamın. İndi baxaq, eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlara. Daxilə çəkilmiş bucaqlar çəkək. Adlandıraq. Deməli, bunlar söykənsin A-B qövsünə. Biri alfa, beta və qamma olsun. Deməli, eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar hamısı bir-birinə bərabər olur. Yəni, alfa bərabərdir beta, o da bərabərdir qammaya. Burada hər üçünə, yəni alfa və yaxud da beta və yaxud da qamma yaza bilərik. Deməli, eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar hamısına bir-birinə bərabərdir. Başqa bir çevrə çəkək. Və diametr çəkək. Və diametrə söykənən bucaq çəkək. Bu AB diametr olsun. Bu da bir C. Diametrə söykənən bucaq düz bucaqdır. Baxaq, bu ACB bucağı söykənir bu AB diametrinə. Diametrə söykənən bucaq da olacaq düz bucaq. Baxaq, daxilə çəkilmiş bucaqlardan yazıram A, C və B. Bu alfa bucağı. Alfa bucağı da daxilə çəkilmiş bucaq sayılır. Bu şəkildə də çəkə bilirik. Və alfa bərabərdir AMB qövsünün dərəcə ölçüsünün yarısına. Belə də yaza bilərik. Və yenə çevrə çəkək. Və çevrəyə çəkilən toxunanlar çəkək. Biz demişdik ki, mərkəzdən toxunana qədər məsafələr bərabərdir. Adlandıraq. Bura bir O nöqtəsi olsun, bir A, B və C. Deməli, C nöqtəsinə çevrə 2 dənə CA və CB toxunanlar çəkilib və O mərkəzdən də OA və OB radiusu çəkmişik. Demişdik ki, radius toxunana perpendikulyardır. Bura alfa və bura bir beta deyək. Bu AOB-si düz 4 bucaqlısında A və B bucaqlar 90-dırsa, onda alfa plus betanın cəmi də 180 dərəcə olmalıdır. Çünki bucaq A ilə bucaq B-nin cəmi 180-dir. 360 olması üçün deməli bucaq C ilə bucaq O-nun, yəni alfa ilə betanın cəmi də 180 dərəcə olacaq. Danışaq çevrələr. Əgər iki çevrə bir-birinə toxunarsa, bir saniyə. Toxunmanı çəkəmədim. Bu şəkildə çəkdim. Fiqurla çəkəndə alınmadı. Demək, iki çevrə bir-birinə toxunarsa, mərkəzlərin qeyd eləyək. Burada düzü dairə kimi görsənir, içi dolu görsənir. O və O1. İki çevrə bir-birinə toxunursa, onların mərkəzləri arası məsafə, bunun radiusu R olsun. Buna yazaq böyük yer. Buna da yazaq kiçik yer. O1 məsafəsi bərabərdir böyük yer plus kiçik yerə. Deməli, iki çevrə xaricdən toxunursa, onların mərkəzləri arası məsafə deyəndə radiusları cəmlənir. Əgər iki çevrə xaricdən toxunursa, birincinin radius mərkəzi olsun O. Demək, birinci mərkəzi olsun O, ikincidə də O1. O1 məsafəsi, yəni bu məsafə O1 məsafəsini tapmaq üçün böyüyün radiusundan kiçiyin radiusa çıxılır. Demək, xaricdən toxunanda radiuslar toplanır, daxildən toxunanda böyüyün radiusundan kiçiyin radiusunun çıxırıq. İndi baxaq, iki çevrə toxunmursa. Baxaq, iki çevrə toxunmursa, bunların mərkəzləri arası məsafə deyəndə bu bir O nöqtəsi və bu bir də O1 nöqtəsi olsun mərkəzi. O1 arasındakı məsafə, baxaq, O1 arasındakı məsafə O1. Deməli, bunların radiuslar cəmindən həmişə nə olacaq? Böyük olacaq. O1 məsafəsi böyükdür radiuslar cəmindən. Və O1 məsafəsi radiuslar cəmindən böyük. Bu şəkildə. Böyük bərabər daha doğrusu. Həm böyük, həm də böyük bərabər ola bilər. Xaricdən toxunanda bərabər, amma toxunmayanda
həmişə olacaq böyük. Demək, biz bayaq dedik, xaricdən ümumiyyətlə toxunmayanda, çevrələrin bir-birinə toxunmayanda, radiusları arası, mərkəzlər arası məsafə dedik, kiçik bərabərdir, bunların, daha doğrusu böyük bərabərdir, bunların radiusları cəmindən, R plus R-dən. İndi əgər bunlar çevrənin biri digərinin daxilində yerləşirsə və yenə toxunmursa, bu zamanda mərkəzlər arası məsafə kiçik bərabər o radiuslar fərqindən. Deməli, necə oldu? Əgər çevrələr bir-birinə toxunmursa və xaricdədirsə, aralarındakı məsafə radiuslar cəmindən böyük bərabər. Əgər çevrələr bir-birinə toxunmur və biri digərinin daxilindədirsə, bu zamanda mərkəzlər arası məsafəni tapanda böyüyün radiusundan kiçiyin radiusu çıxılır. Bu şəkildə. Danışaq konsentrik çevrə nədir? Mərkəzləri üst-üstə düşən çevrələrə konsentrik çevrələr deyilir. Konsentrik çevrələrə yazaq məsələsini. Hər ikisi mərkəzi O nöqtəsindədir. O nöqtəsində. Mərkəzlərin üst-üstə düşən çevrələrə konsentrik çevrələr deyilir. Konsentrik çevrələrdə qalan bu hissə halqa adlanır. Halqanın qalınlığını tapmaq üçün, məsəl üçün, halqanın qalınlığını tapmaq üçün D hərfini işarə və böyük çevrənin radiusundan çıxılır kiçik çevrənin radiusu. Yenə iki konsentrik çevrə çəkəcəm. Mərkəzləri olsun O nöqtəsində. OA birincinin radiusu olsun, OB də ikincinin radiusu olsun. Deməli, OA-nı bərabər edək bir kiçik yerə, OB-ni bərabər edək və böyük yerə. Və AB məsafəsi də halqanın qalınlığı adlanır. Yəni D bərabərdir böyük yer çıx kiçik yerə. Bu şəkildə də yaza bilərik. Halqanın sahəsi var. Qalınlığını tapdıq və halqanın sahəsi. Halqanın sahəsini tapmaq üçün S sahə bərabərdir böyük çevrənin sahəsindən, yəni pi R kvadratından çıxırıq kiçik çevrənin sahəsini, yəni pi R kvadrat. Daha doğrusu böyük dairənin sahəsindən pi R kvadratından çıxırıq kiçik dairənin sahəsini pi R kvadratı. Burada da pi vurulsun böyük yerin kvadratı, çıx kiçik yerin kvadratı. Bu da halqanın sahə düsturu adlanır. İndi danışaq dördbucaqlının daxilinə və xaricinə çevrəni necə çəkmək olar. Demək, ixtiyar dördbucaqlının daxilinə çevrə çəkmək üçün dördbucaqlını adlandırım A, B, C, D. Dördbucaqlının daxilinə o zaman çevrə çəkmək olar ki, həmin dördbucaqlının qarşı tərəflərinin cəmi bir-birinə bərabər olsun. Biz məsəl üçün kvadrata baxsaq, kvadratın daxilinə bir saniyə, buranı silək. Qaydamız belə, deməli, dördbucaqlının daxilinə çevrə çəkmək üçün onun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Məsəl üçün, kvadratı yoxlayaq. Kvadrat şəklinə çəkmədim. Məsəl üçün, kvadrata baxaq. Kvadratın daxilinə çevrə çəkmək üçün demişik, onun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Yəni, tək kvadrat bütün dördbucaqlar da belədir. Əgər daxilinə çevrə çəkmək mümkündürsə, deməli, onun qarşı tərəflərinin cəmi bərabərdir. İndi baxın, kvadratın tərəfləri hamısı bir-birinə bərabər olduğundan bunun daxilinə çevrə çəkmək istəyiriksə, birinci baxırıq qarşı tərəflərin cəminə. AB üstəgəl CD 2A eləyir və BC üstəgəl AD, bu da 2A eləyir. Baxırıq ki, kvadratın qarşı tərəflərin cəmi bərabər. Deməli, kvadratın daxilinə çevrə çəkmək olur. Məsəl üçün, polioqrama baxırım. Polioqram olanda polioqramın bir tərəfi A-dır, bir tərəfi B-dir. Onda qarşı tərəfləri polioqram çəkək bir dənə. Baxın, polioqramda bura A, bura B, bura A və bura B. Bunun qarşı tərəflərini toplasaq aynına eləyir 2A, B ilə B də eləyir 2B. Və 2A 2B-dən fərqlidir. Ona görə deməli polioqramın daxilinə çevrə çəkmək olmur. Bu da belə. İndi baxaq dördbucaqlının xaricinə çevrə çəkilməsinə. Dördbucaqlının xaricinə çevrə çəkmək olursa, birinci ümumi şəkildə qaydanı deyim. Əgər dördbucaqlının xaricinə çevrə çəkmək olursa, onun qarşı bucaqların cəmi 180 dərəcə olmalıdır. Dördbucaqlı çəkək. Məsəl üçün və xaricinə çevrə çəkək.
Dördbucaqlının xaricinə çevrə çəkilibsə, onda onun qarşı bucaqlarının cəmi, yəni alfa, bu da beta. Alfa plus beta olmalıdır 180 dərəcə. Əgər dördbucaqlının xaricinə çevrə çəkmək mümkündürsə, deməli onun qarşı bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Baxın, məsələn, kvadrata. Kvadratın biz bilirik ki, bütün bucaqlar 90-dır. Onda bunun qarşı bucaqları 90 plus 90 180 olur. Deməli, kvadratın xaricinə çevrə çəkmək olur. Məsəl üçün, düz bucaqlıya baxsaq, düz bucaqlının da bucaqları düz bucaqdır. Onda qarşı bucaqların cəmi 180 olur. Deməli, düz bucaqlının da xaricinə çevrə çəkmək olur. Məsəl üçün, baxaq polioqrama. Poliogramda qarşı bucaqların cəminə baxaq. Demək, polioqram çəkək. Polioqramın alfa və burada alfadır. Bura betadır, burada betadır. Polioqramda alfa ilə alfanın cəmi 180 dərəcə deyil. Alfa ilə betanın cəmi 180-dir. Deməli, polioqramın qarşı bucaqlarının cəmi 180 dərəcə olmadığı üçün polioqramın xaricinə çevrə çəkmək mümkün deyil. Məsəl üçün, rombun da xaricinə çevrə çəkmək mümkün deyil. Çünki romb da polioqram kimi qarşı bucaqlar bərabər olduğundan alfa rombun da xaricinə çevrə çəkmək mümkün deyil. Deməli, dördbucaqlının xaricinə və daxilinə çevrə çəkməyi yoxlayırsa, deməli, daxilinə çevrə çəkəndə onun qarşı tərəflərin cəmini yoxlayırıq, xaricinə çevrə çəkəndə də qarşı bucaqların cəminə baxırıq. Danışaq üçbucaqlardan. Üçbucaqların daxilinə və xaricinə çəkilmiş çevrənin radiuslarının hesablanması. Birinci, danışaq ixtiyari üçbucaqdan. İxtiyari üçbucaq çəkək. Deməli, və üçbucağın xaricinə çevrə çəkək. Daxilinə çəkək birinci. Daxilinə çevrə çəkilibsə, deməli, həmin çevrə üçbucağın bütün tərəflərinə toxunmalıdır. Üçbucağın tərəfləri də olsun A, B, C və ixtiyari üçbucaq. İxtiyari üçbucağın daxilinə çevrə çəkmişiksə, çevrənin birinci həmin üçbucağın perimetri tapılır, yarım perimetri. A üstəgəl, B üstəgəl, C bölü 2. Sonra S-i tapırıq, sahəni Heron düsturu adlanır bu. P vurulsun P çıx A, P çıx B və P çıxılsın C. Sahəni də tapandan sonra kiçik yer bərabərdir. 2S bölünsün A üstəgəl B üstəgəl C düsturu ilə hesablanır. Deməli, ixtiyari üçbucaqda tərəfləri verilib, üst tərəfi ABC. Bunun daxilinə çevrə çəkmək üçün birinci yarım perimetrini tapırıq, sahəni tapırıq və çevrənin radiusunu hesablayırıq. 2S bölünsün A plus B plus C düsturuna hesablanır. Bu çevrənin xaricinə çevrə çəksək, daha doğrusu bu üçbucağın xaricinə çevrə çəksək, bir saniyə silim təzədən çəkim. Deməli, üçbucağın xaricinə çevrə çəkilir və üçbucağın tərəfləri A, B, C olsun. A, B, C olsun. Eyni düsturu bayaqki kimi birinci yarım perimetr tapılır. A üstəgəl, B üstəgəl, C bölü 2 sahə tapılır. P vurulsun P çıx A, P çıx B və P çıx C. Sahəni də tapandan sonra böyük yeri tapırıq. Yəni, xarici çəkimi çevrənin radiusu. A vur, B vur, C bölünsün, deməli, 4S. ABC bölünsün 4S. Burada ABC hasildir. ABC böl 4S düsturu ilə tapılır. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusuna belə bir sinuslar teoremində də istifadə olunur. Xaricinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün. Əgər bu bucaq alfadırsa, B-nin sinus alfaya nisbəti bərabərdir 2R-ə. Və yaxud da bura betadırsa, C-nin sinus betaya nisbəti bərabərdir 2R-ə. Eyni qaydada C bucağı üçün də yaza bilərik. Və danışaq, indi düz bucaqlı üçbucağın daxilinə və xaricinə çevrə çəkilmiş və bərabər tərəfli üçbucaqdan danışaq. Bərabər tərəfli üçbucaqda daxilinə çəkilmiş çevrənin radiusu, deməli, R bərabərdir A kök 3 böl 6. Xaricinə çəkilmiş çevrənin radiusu R bərabərdir A kök 3 böl üst düsturu ilə hesablanır. A burada
üçbucağın tərəfidir. Düzbucaqlı üçbucaqda isə daxilini çəkimi çevirən radiusu R bərabərdir A üstəgəl B minus C bölü 2. A və B katetlər C hipotenuzdur. Xaricin çəkimi çevirən radiusu da hipotenuzun yarısına bərabərdir. Əgər iki çevrəyə yenə çəkək toxunursa, deməli, bu nöqtə A nöqtəsi olsun, bu nöqtə B nöqtəsi olsun. Və bunların ortaq toxunanlarını çəksəm, deməli, ortaq toxunanlarını çəksək, baxa, deməli, bu kiçik çevrəyə A nöqtəsi toxunsun, böyük çevrəyə B nöqtəsində. Buradan bura kimi mərkəz nöqtələrini qeyd edək. Yazıram kiçik yer, böyük yer. Deməli, bizdə nə olacaq? AB məsafəsi bərabər olur 2 kök altda böyük yer vurulsun kiçik yer. Ortaq toxunanın tapılma düsturudur. Deməli, AB bərabərdir 2 vurulsun kök altda böyük yer vur kiçik yer düsturuna hesablanır.